Salam, mən bugün sizə buğdada necə Teletia cinsinə aid olan göbələklərin identifikasiyası aparılır, növləri təyin edilir, onun haqqında video çəkəcəm irəlilədiyimiz dəqiqələrdə. Tərəzini sıfırlayıb 50 qram buğda dənindən çəkirik. Sonra 250 ml kolbaya əlavə edirik. Üzərinə 200 ml distillə suyu əlavə edirik. Üzərinə Tvin 20 məhlulu əlavə edirik. 0,1 qram, yəni 1 damcı ki, Teletia sporları buğda dənindən ayrılsın deyə. Ağzı filtr kağızı ilə və rezinlə bağlanılmış vəziyyətdə mini şeker, orbital şeker cihazına qoyulur və qarışdırılır. Hazır məhsul bu şəkildə 2 dənə ələk üst-üstə qoyulduğu şəkildə tökülür. Yuxarıdakı ələk 75 mikrometr, aşağıdakı ələk isə 20 mikrometr ölçüdəki. Çünki Teletia sporları hardasa 50-45 mikrometr ölçüsündə olduğu üçün yuxarıdakı ələkdən keçərək aşağıdakı ələkdə qalırlar sporları. Yuxarıdakı ələk açıldıqdan sonra aşağıdakı, yəni 20 mikrometrlik ələk 90 dərəcə tutulur və plus minus 300 ml distillə suyu ilə yuyulur ki, ələkdə qalanlar altına laborator stəkan qoyulacaq şəkildə yuyulur ki, sporlar stəkanın içinə düşsün. Oradan da 50 ml tüblərə yerləşdirilərək sentrifuqada çöktürülür. Belə tüblərə yığılır 50 ml və sentrifuqada 1000 dövrdə 3 dəqiqə fırladılaraq çöktürülür. Bu formada çöktürülür sporlar. Tübün üst hissəsi açılır, aşağı hissədən dozatorla götürülərək mikroskop altında baxılır.